Bismillahirrahmanirrahim. Esselamu aleyke ya Xərənc baba. Radiyallahu anke ve rızake ve cealel cennete meskeneke ve mahalleke ve ma'vake. Esselamu aleyke ve ahibbayke ve ehl-i beytike. Hediyeten minna vasileten lek. Suretil Fatiha. Xərənc babadayıq. Ağacın quru yerləri tökülüb. Onları damdan süpürüb tökürlər uşaqlar. Köməkçilərimiz maşallah. Allah Usta Məhəmməddən razı olsun. Bizə köməklik eləyir. Allah rızası üçün. Rabbil alemin sallallahu ala seyyidina Muhammedin ve ala alihi ve ashabihi ecmaîn. Ya bari pərverdigar. Bu xeyirli işimizdə bizə yardım eləyən, maddi, mənəvi dəstək verən nə qədər qardaşlarımız, bacılarımız varsa, cümləsinə səhhət, afiyət lütf eylə. Ruzların bol, canların sağ, mərdimazlar uzayla. Yelp olan Xərənc babanın hörmətinə, bütün xəstəliklərdən, maddi, mənəvi əmrazdan bədənlərinə səhhət, afiyət ver. Xərənc babanın himmətini, nəzərini, duasını, o pak yerləşir, ruhunun olduğu yerdə duaçı ol və xəstəliklərini üzəri rədd-ü dəf elə, şifayab elə, özlərini, sevdiklərini hər iki cahanda əzz elə, amin. Allahümme salli və səlim barik ala seyyidi Muhammed, el-Fatih lima uğliqə vəl-Xatim lima səbəqə, nasiril haqqı bil-haqqı vəl-hadi ila sıratikəl müstəqim və alə al-haqqədir miqdaril azim. El-Fatiha. Allah Teala Xərənc babanın dərəcəsini aliləsin. Bu günlərdə xalçalarına yuduq gətirdik, sərdik. Allah-u Teala onun himməti, nəzərin üstümüzdə eləsin. Xərənc babanın baş daşının üstünün yazısı El-Mərqədül Munəvvərə Xərənc baba a'lallahu dərəcətəhu və ali cənab məskənəhu. Bu yazını da illər öncə bir nömrəli məktəbdə əmək müəllimi olan Məmməd Əmin müəllim yazıb ki, hamımız ona ədə deyirdik. Nöman Əfəndinin oğlu, Şıxvəli Əfəndinin də oğlu Veysəl Qarababanın nəslindən olub, gözəl usta olub. Bu pirin də üstünün yazısını Məmməd Əmin müəllim yazıb. ...1980-cı illərdə Qubanın katibi olub, birinci katib Paşa Əhmədov. Biraz dinə qarşı çox qəddar adam olub, dindarları incitib, pirləri dağıltıb və cəmaat da hər həftənin 3-cü və 6-cı günü Quba cəmaatı maşınlara xalçalar sərib bu pirləri gəzərdilər. Bu minvalla alma yığılmalıdır, planı verilməlidir. Cəmaat işləməlidir. 1 kilo almanın üstündə adamı tuttururdu. Sonra Quvanın mərkəzində, yuxarı hissəsində şahmatlı klubun yerində piri dağıtdırıb və kəndlərdə də belə işlər eləyib. Allah rəhmət eləsin. Sədqələn babanın nəvəsi Süvahil babanı həbs elətdirib və bir gündə bağları gəzəndə görür ki, burada Xərənc babada cəmaat xalça sərib piri ziyarətə gəliblər. Bunlar cəmaat bura niyə yığılıb? Pirə gəliblər. Daha onun adını demirəm, bir qadın onun ikinci katib olub, onu göndərtir. O da gəlir, cəmaatı qovaraqlayır. Burada xəndək qazıtdırır ki, maşınlar keçməsin. Və burada samavar və sair şeylər ki, cəmaat ziyarətə gəlin istifadə edirdi. Onları da dağıtdırır, sındırır qazan boşqabı, stəkan nəlbəkini və s. Elə bu burada dağıltır. Elə yola çıxanda maşına minməyə, Volqasına bir maşın gəlir bunun qabağına. Bunu da buradan yaşlılar filanlar deyirlər ki, bura pirdir filan. Nə pir, biz Sovet hakimiyyəti, kommunizm qururuq filan. Elə trasa yolun qırağına çıxanda xəbər gəlir ki, oğlum Bakıda avariya düşüb, parça-parça olub ölüb. Sonra gedir onun şəxsi ilə vayına. Bir müddətdən sonra da gəlir
Açdırır xostavarı, nə ki sındırıb, nə ki nə edib, gətirir bura, tezdən qoyur. Paşa Əhmədov da bir müddət sonra xərçəngə tutulur. O da indi axır aqibətin bilmir, tövbə eləyib, eləməyibsə, bu pirlər, övliyalar onlara qənim oldu. Amma kim hörmətin tutursa, Allah dostlarını, Allah da onları ucaltır. Kim onları əksik eləməyə çalışırsa, Allah Teala da onların muzluğunu verir. Evliyaların himməti, nəzəri hər daim üstümüzdə olsun.